Salam uşaqlar, funksiya və qrafiklərin ikinci bölməsini izah edəcəm sizə. Əvvəl asandır deyə 20-ci sualdan başlayıram. Deməli, biz 20-ci sualımıza baxaq. D A-nın hansı qiymətində bu funksiyanın apisoxu ilə kəsişmir? Biz qayda demişdik ki, əgər funksiyanın qrafiki apisoxu ilə kəsişmirsə, yəni məsələn tutaq ki, burada yerləşir və ya burada fərq yoxdur, yəni apisoxuna dəymirsə, qaydamız diskriminant sıfırdan kiçik olmalıdır. Demək, onda y bərabərdir x kvadrat plus ax plus 49-da. Demək, diskriminantı sıfırdan kiçik eləsək, b-in yerində a durub deyə olur a kvadratı. 49-u 4-ə vuraq, 36, 196. Kiçikdir 0. Demək, bunu da a minus 14, a plus 14 yazırıq. Kiçikdir 0. Bərabərsizləri həll edərkən möhtərizələri ayrı-ayrı sıfıra bərab edirik. Buranı sıfıra bərab edəndə 14 alırıq. Bu möhtərizəni sıfıra bərab edəndə mənfi 14 alırıq. Sonra 14-dən yuxarı uşaqlar, məsələn, tutaq ki, buradan bir 15 götürürsünüz, birinci möhtərizəyə qoyursunuz. 15-dən 14-dən çıxanda bura müsbət, 15-in üstü 14 gələndə bu da müsbət. 2 müsbət bizə müsbət verir. Demək, bura müsbətdirsə, ardacıl olaraq mənfi müsbəti düzürsünüz. Sonra nə edirsiniz? Axırda bu şərtə baxırıq. Kiçikdir 0 şərti verilibdirsə, demək, kiçik 0 mənfi olandır. Mənfi olan yeri rəngləyirik. Demək, hansı hissəni rənglədim mən? Mənfi 14 ilə 14. Demək, doğru cavabımız C bəndə olacaq. Sonra, indi keçək 21-ci sualımıza. Demək, 21-ci sualda deyir ki, təpə nöqtəsinin koordinatlarını tapın. Təpə nöqtəsi bilirsiniz ki, M və M-dir. Demək, A-nın qiyməti 21-ci sualda. A mənfi 2-dir, B 8-dir, C isə mənfi 11-dir. Demək, M-in düsturunu yazırıq, mənfi 1 bölünsün 2A. O da mənfi, B-in qiyməti 8-dir, A-mız mənfi 2-dir deyə 2-yə də vururuq mənfi 4. Elədir ki, indi N-in düsturunu yazırıq. N-in düsturu 4AC çıx B kvadrat bölünsün 4A. Verilənlərimizi yerinə qoyaq. 4 vurulsun mənfi 2. Vurulsun mənfi 11 minus 64 bölünsün mənfi 8. 4, 2, 8, 11-ə vuranda 88 minus 64 bölünsün mənfi 8. Buradan da demək alırıq 24 bölünsün mənfi 8. Cavab olur mənfi 3. Hesablamada nəsə səhv elədim. 88-dən 64-dən çıxanda 24. 4A-dır deyə mənfi 8, 24, 8, 24. Demək, buradan 2 tapmışdım. Demək, doğru cavabımız 2 ilə neçə oldu? Mənfi 3. 2 və mənfi 3 hansı cavabdır? B bəndidir. 22-ci sual eynidir. Onu izah eləməyə ehtiyac yoxdur. 24-də baxırıq. Demək, 24-cü sual uşaqlar qaydadır demək olar ki. Demək, necədir? Belə bu qaydalar əzbər bilmək lazımdır. Əgər A müsbətdirsə, A qollar, bax, qollara baxırsınız. Qollar, bax, fikir verin 23-də. Qollar yuxarıdır, görürsünüz. Burada demək, A-nın qiyməti müsbət. Deməli, qollar yuxarıdırsa, A müsbət olacaq. Bir də uşaqlar, C-yi hardan bilirik? C, Y-i kəsdiyi nöqtədir. Bax, funksiyamız görürsünüz, belə gəlib. Demək, Y-i burada kəsibdir. Demək, C-nin qiyməti nə olacaq? Müsbət olacaq. İndi, bir də uşaqlar, M bərabərdir. Mənfi B bölünsün 2A düsturunda biz B-yi tapsaq, B-yin düsturu mənfi 2A M-dir, düzdür? İndi biz A-da müsbət tapmışıq, A-nın yerinə müsbət qoyuruq. İndi M nədir uşaqlar? M yadınızda saxlayın. Baxın, məsələn, deyək ki, belə bir funksiyadır. Təpə nöqtəsi buradır. Təpə nöqtədən X-ə doğru gəlirsinizsə M olur, Y-ə doğru gəlirsinizsə N olur. Bizim funksiyamızda da təpə nöqtə budur. Buradan X-ə doğru gəlirik, M-i tapırıq. M gördüyünüz kimi X-in mənfi tərəfində. Bura bir mənfi qoyursunuz. Demək, bir mənfi burada, bir mənfi burada, yuxarıda da müsbət. 2 mənfi, bir müsbətə görə B-in də işarəsi nə oldu? Müsbət. İndi qoyuruq yerinə. B müsbətdir, A da müsbətdir. Müsbəti müsbətə böləndə sıfırdan kiçik olmaz. Məsələn, bura baxaq. C müsbətdir, A müsbətdir. Yenə götürüb kiçik sıfır yazıblar, olmaz. A vuraq C, müsbət, müsbət, bu da müsbət. 3 dənə müsbət sıfırdan böyükdür. Bəli, deməli, doğru cavab budur. Gələn 24-ü də yazaq. Demək, birinci yenə qollara fikir veririk. Bu A-dır. A-mız sıfırdan kiçikdir, yəni mənfidir. Çünki qollar aşağıdır. Bura Y-i kəsdiyi nöqtə C-dir. Yenə C-imiz də mənfidir. İndi getdik B-yi tapmaq. B mənfi 2A M-dir.
A-yı tapmışam mənfi, bura mənfi qoyuram. İndi M-i tapmalıyım. M nə idi? Təpə nöqtəsindən X-ə doğru gəlirik. Bax, görürsünüz, yəni daha doğrusu qrafikin əyilmə nöqtəsindən X-ə doğru gəlirik. Bu da bizdə M olur. X-in də müsbət tərəfində M-ə müsbət qoyuram. Demək, mənfi, bir dənə də müsbət varsa, demək, 2 mənfi, 1 müsbət bizə müsbət verir. Demək, B-in də işarəsini tapdım ki, müsbət. B müsbət, C buradadır, aşağıdadır, mənfi. A-nın da qolları aşağı deyə mənfi. İndi qoyuruq yerinə. C-nin işarəsi nədir? Mənfi. A-nadır? Mənfi. Mənfiyə bölündə müsbət olar. Olmadı. B-nin qiyməti müsbət. A-nın qiyməti mənfi. Müsbəti mənfiyə vuranda mənfi alınır. Səhvdir. Burada yoxlayaq. A mənfidir. C mənfidir. B müsbətdir. 2 mənfi, 1 müsbət. Bizə nə verir? Müsbət verir. Ona görə doğru cavab A bəndə olacaq. 25-ci suala baxaq uşaqlar. 25-də nə deyir? Deyir ki, F1 8-dən böyükdür. Demək, F1 bu X deməkdir. Yəni, X-dən yerinə 1 qoyaq. Demək, bura 1 qoysam olur A, üstəgəl B, üstəgəl 1, böyükdür 8 yazdıq. İndi F mənfi 1. İndi X-dən yerinə mənfi 1. Bura mənfi 1-i qoysaq, mənfi 1-in kvadratı müsbət 1-dir deyə A minus B plus 1 böyükdür mənfi 2. Tənirlər sistemində elə bir 6-da toplanın. Belər getdi. 2A üstəgəl 2 böyükdür 6-dan. 2A böyükdür 4, A da böyükdür neçədən olacaq? 2-dən. Demək, doğru cavab C bəndə olur. 26-nı özünüz yazın. Yenə X-in yenə bir dəfə 1 qoyun, böyükdür 6-dan, bir dəfə mənfi 1 qoyun, böyükdür mənfi 4. Çəkdik 27-ci suala. 27-ci sualda uşaqlar bu sürüşmələri yaxşı bilmək lazımdır. Baxın, bu biri bunu X1-dir, biri X2-dir. Müsbət demək, düsturumuz belədir də, Y bərabərdir A vurulsun 2 sıx 2-1, 2 sıx 2-2. Demək, X-in sağ tərəfində olanda, yadınızda saxlanan 1-dirsə, demək, bunu 2 sıx 1 yazırıq. Bax, bu X1-in yerinə. 2 sıx, X2-nin də yerinə neçə yazdım? 3 yazdım düsturda. Demək, indi Y lazımdır. Y də görürsünüz, burada neçədir? 2-dir. Siz indi aşağı sinifdən bilirsiniz ki, əgər nöqtə Y-in üzərindədirsə, məsələn 2-dirsə, bunun demək, X 0-dır. Demək, X 0-dır, Y neçədir uşaqlar? 2. Gətirirəm, baba, buradakı Y yerinə 2 qoyuram, bərabərdir. A-yı bilmirəm. X-lərin də yerinə neçə dedik qoyacağım? 0 qoyacağım. Təzdən, baba, X-lərin yerinə 0 eləyirəm. Hesablayıram indi. Mötərizənin üçün eləyəndə bu mənfi 1. Bu isə mənfi 3. Vur A-yı yazdım, bərabərdir 2. Buradan 3A bərabərdir 2. A-nın qiyməti neçə oldu? 3-də 2. Demək, Y bərabərdir 3-də 2. 2 sıx 1, 2 sıx neçə olacaq? 3 olacaq. Əsl həldə budur. İndi əgər tez eləmək istəyirsinizsə, məsələn, deyək ki, variant verilibsə, açıq yazmaq istəmirsinizsə, tez belə eləyə bilərsiniz. Demək, nə edirsiniz? Deyirsiniz ki, 1-dirsə, X sıx 1 olmalıdır. Demək, B bəndi getdi. X sıx 1-dən X sıx 3 olmalıdır. Buradan baxıram, bunların hamısı ödədir. Sonra nə edirsiniz? Qollara baxırsınız. Qollar görürsünüz, baxın, yuxarıya doğrudur. Demək, A müsbətdir. Demək, Y bəndində A misalı mənfi 3-də 2 olmadı. Sonra nə edirsiniz? Y-i hansı nöqtədə kəsibdir? 2-də kəsməyib. Demək, X-lərin yerinə 0 verəsiniz. Hansında 2 alınır, onu götürürsünüz. Məsələn, tutaq ki, C bəndinə baxın. X-i yenə 0 qoydun, burada 0 qoydun. Oldu 3-də 2 vur, mənfi 1 vur, mənfi 3. Buradan 3 ilə 3 gedir. Cavab neçə olur? 2. Həqiqətən Y2 oldu. Bizdə də Y2 idi. Ona görə doğru cavab deməlidir. Amma həlli ilə yazmağınız məncə məsləhətlidir. Çünki açıq suallar daha çox düşür. Yaxşı. Gəlin 28-i bir daha eləyək. Nə edirik? Birinci, yenə həmişə kimi bu bizim X1-imiz olsun. Bu da X2-miz olsun. X oxundadırsa, demək X1-dən X2-dir. Burada kəsdiyi nöqtədə Y-dir. Demək, mənim əlimdə nələr var? Y 3-dür. X 0-dır. X1 mənfi 1-dir. X2 neçədir? 2. İndi düsturumu yazıram. Y bərabərdir A vurulsun 2 sıx X1, 2 sıx X2. Bu düsturu əzbərlə. İndi bildikləri qoy yerinə. Y 3-dür. A vurulsun. X-in 0-dır. 0 çıx X1 mənfi 1-dir. Oldu üstə gələk. 0 çıx 2. 1, bu da mənfi 2. Mənfi 2A bərabərdir 3-ə. A-nın qiyməti oldu mənfi 3-də 2. İndi baxaq görə mənfi 3-də 2 olan hansı cavabda var? C bəndində var. Sonra 29-cu suala baxaq. Deyib, P və Q parametrin hansı qiymətlərində parabolanın təpə nöqtəsi olar? Və hansı qiymətində bu nöqtə parabolanın təpə nöqtəsi olar?
Çox uşaq burada çaşır, gətirib buna x deyir, buna y deyir. Təpə nöqtədirsə, demək bu burada m-dir, bu n-dir. M-dən n-dən söhbət gedir. Demək onda həllimizi yazaq. Demək m-imiz nəyə bərabərdir? -2/5-ə. N-imiz isə nəyə bərabərdir? -4-ə. Düzdür? İndi m-in düsturunu yazaq. -b bölünsün 2a bərabərdir -2/5-ə. İndi qoyaq yerinə. Mənfi heç qalır. Baxın, b-imiz budur. X-in qabağı b-dir. Oldu p. 2a. A-nın qabağı buradadır. Heç nə yazılmışsa 1-dir. Demək yazdım p böl 2 bərabərdir -2/5-ə. Çarpaz tənasüblə eləsəz p-yi tapırsınız 5. p 5 olan ya b-dir ya d. Keçdik n-yi tapaq. N-in düsturuna baxaq. N-in düsturu belədir. 4a seçik b kvadrat bölünsün 4a bərabərdir -4. Uşaqlar, bax bu a-dır. Bu b-dir, bu da bizim c-imizdir. 4a ise a1'dir, c-də cür. Demək yazacağım 4 çıx. B kvadrat, b də p-dir, p-nin kvadratı. P-yi də 5 tapmamışam, olur 25. 4a bölək 4 bərabərdir -4. 4 çıx 25 bərabərdir -16. 4 bərabərdir 9. 2 də bərabər 9, 4-ə böləsən 2,25. Demək doğru cavab hansı oldu? D bəndi olacaq. Diqqətli olun, təpə nöqtə demək m və n deməkdir. Sonra 30-cu suala baxaq uşaqlar. Deyir ki, parabola O2 oxun üzərindədir. Demək bu O2 oxun üzərindədirsə, O2 oxu burada, yəni ya bu funksiya belədir, üzərindədir, yəni toxunub, ya belədir. Desən ki, müəllim, belə olar, olmaz. Niyə? Hardan bilirəm? Baxın, burada bu kvadratın qabağı müsbətdir. Müsbət olduğuna görə olmur. Yaxşı. Demək, onda biz bildik ki, demək, bu birdən başdan. Demək, bizim funksiyamız ya belədir, bura toxunubdur, ya da bura. Ya birinci rübdədir, ya ikinci rübdə. Hələ ki, bilmirəm. İndi oxuyaq. Deyir ki, parabolanın təpə nöqtəsi O2 oxu üzərindədir. B parametri hansı? Parabolanın təpə nöqtə absisin müsbətində olacaq. Demək, mənə lazım olan absisin müsbətidir. Mən bunu tapmalıyım. Görürsünüz buranı. Absisin müsbətində olanı tapaq. Getdik indi. Nə edirik? Biz demişdik ki, qaydada əgər parabolanın təpə nöqtəsi absis oxuna toxunursa, gördüyün kimi toxunur. Tez diskriminantı nəyə bərabərləyirsən? 0-a. İndi getdik diskriminantı 0-a bərabərləyir. Düstur b kvadrat minus 4ac bərabərdir 0. Bax, bu b-indir sənin. Olur p kvadrat. Çıx. 4 vur 9, yəni 36 bərabərdir 0. P bərabərdir plus minus 6. İndi p-yə 6 tapdın, bir də -6 tapdın. Gətirək qoyaq yerinə. Bax, qoyuram yerinə. Y bərabərdir x kvadrat plus 6x plus 9. Düzdür? 6-ını yoxlayıram. Bax, bura 6 yazıram ki, 6-ını yoxlayıram. Bu bizdə x plus 3-ün kvadrat eləyir. Və sən deməmişdin ki, bunun əksini götürdük. Yəni, harada götürəsən bunu? -3 görsən. Absis oxunun arasında keçdi, mənfisində. Amma bizə deyib ki, absis müsbət olsun. Demək, ona görə ödəmədi. İndi gəl -6-ını yoxlayaq. -6-ını yoxlayaq. Y bərabərdir x kvadrat. Bu p-yə yenə -6 qoyunda. Çıx 6x plus 9. Bu oldu x çıx 3-ün kvadratı. Mötərizədəkinin əksini götürürük. Yəni 0-a bərabər edən qiymətin. 3-ü qeyd elədim, keçdi və mənə də demiş ki, absisi müsbət olan. Yəni bu 3-ü harda aldıq biz? -6-ını qoyanda. Ona görə doğru cavab B bəndidir. Çox uşaq, absis müsbət olsun deyən kimi müsbət 6 ilə -6 almır. Tez deyir ki, müəllim müsbət 6-ını götürəcəm də müsbət deyib. Amma sən 6-ını qoyanda sənin funksiyan mənfi tərəfdə yerləşdi. Sənə deyir ki, parabolanın təpə nöqtəsi müsbətdə yerləşdi. Tamam, o birini də izah edirəm, 31-dən. Deyir ki, təpə nöqtəsi O2 üzərindədir. Bunu əzbərlədik. O2 üzərindədir, O2 isə toxunursa diskriminant 0-dır. Demək, B-in budur deyə birbaşa yazıram. P kvadrat çıx, 4-ü də 16-ya vururam. 64 bərabərdir 0. Buradan P-yi tapıram, plus minus 8. İndi bir dəfə 8-i yoxlayıram. 8-i yoxlayanda Y bərabərdir x kvadrat çıx, 8x plus 16 olur. Bu oldu 2 sıx 4-ün kvadratı. Gətirirəm, 4-ü yerləşdirdim, çəkdim. Demək, x oxun harasında yerləşdi bu? Müsbət tərəfində. Məndən nəyi soruşub? Mənfisini. Demək, ona görə 8 yox, elə -8-i qoysaq doğru alınacaq. İndi 32-yə baxın. 32-in gözəlliyi nədir uşaqlar? Birinci mən sizə bunu izah edeyim. Deyək ki, y bərabərdir 2 sıx 3-ün kvadratı, üstəgəl 5 var. Deyəndə ki, ifadənin
ən kiçik qiymətini tapın. Ən kiçik qiyməti tapın. Aha. Sən deyəsən ki, ən kiçik qiyməti 5-dir. Yəni neçədir? N 5 oldu. Necə olur 5 götürürsən? Bax, elə eləməlisən ki, möhtərizənin içi 0 olsun. Bax, bu 2 sıx 3-dür, düzdür? Sən demək 2-sə neçə versən bu 0 olur? 3 verməlisən ki, 3-dən 3-ün çıxanda bu 0 olsun, geçsin. Buradakı sən 5-i götürəsən də ən kiçik. Demək, onda x 3-dürsə, demək, bu da bizdə nədir? M-dir. Demək, indi nə deyirik? Deyirik ki, x bərabərdir 3 qiymətində ifadənin ən kiçik qiyməti neçədir? 5-dir. Belə dedikdə, düzdür? İndi bunu tərs gətirib buraya yazıblar. Baxın, oxuyuram. Deyir ki, funksiya x bərabərdir mənfi 2 olduqda 7-yə bərabər. Demək, x bərabərdir mənfi 2 olan, bayaq mən dedim, axı, buradakı x nə idi? M deyildi. Demək, sən m-in yerinə qoyasan. Yaxşı. İndi bunları silim, qəşəng başa salmışsın. Demək, nə edirsiniz? Demək, tez deyirsən ki, x mənfi 2 olanda 7-yə bərabər ən kiçik varsa, ən kiçik olan həmişə nənə olur. N-in qiyməti neçədir? 7. Nə vaxt? X-in mənfi 2. X nə idi bə? M-imiz idi. M neçədir? Mənfi 2. Bunlar bitdi. Sonra ikinci cümləni oxuyursan. X 0 olanda yazıram. Bu tövcü normaldır. X 0 olanda funksiyanın qiyməti 15-dir. Funksiya deyəndə y-dən söhbət gedir. Yəni y 15-dir. Çox uşaq burada birinci cümlədə x-in yerinə mənfi 2 qoyur. Ən kiçik qiymətdə y qoyur. Bu cümlələrə çox-çox diqqətli olun. Tamam. Bu bildiklərimizi gətirib keçib bu funksiyada qoyuruq yerinə həll edirik. Yəni bu problemi yoxdur da. Əsas orada oxumaq hissəsi idi. Bax, gəlin belə deyək. X-in yerinə 0 qoysaq. 0 qoydum, 0 qoydum. Burada nə qalacaq C? Demək, 15 bərabərdir C. C-in qiymətini tapdım 15. Birinci bu ikisini qoydum. İndi m-in düsturunu yazaq. M bərabərdir mənfi b bölünsün 2a-dır. Düzdür uşaqlar? Bunu bərabər edirik mənfi 2-yə. Mənfilər geçsin, kəsir çəkdim. B elə B-dir. A-dakı A-dır. B 2a bərabərdir 2 yazdım. Buradan çarpaz tənasübdən B-yi tapdım 4a. Bu bitdi. İndi n-in düsturunu yazaq. N-in düsturu nə idi? 4a c b kvadrat bölünsün 4a bərabərdir 7. C-yə 15 tapmışam deyə davam edirəm. Demək, 4-ü bölürəm 15-ə neçə elədir? 60a çıx. B kvadratdır. B 4a-dır da. Yerinə qoyarsan olacaq 16a kvadrat. Bölünsün 4a bərabərdir 7. Çarpaz tənasübünü nə edirsiniz? 60 çıx 16a kvadrat bərabərdir 28a-ya. 60-dan çıxırıq 28-ni. 32a çıx 16a kvadrat bərabərdir 0. Buradan 16a-ya ortaq çıxartırsınız. 2 çıx a bərabərdir 0. Bu 0-dır heç. A-nın qiyməti neçə oldu? 2. A 2-dir. A 2-dirsə, onda B-imiz 4-adır deyə. B 8-dir. C-də neçədir? 15-dir. Buradan variantda tapırsınız. Yaxşı. İndi nə edirik? Bir də bu bir suala baxaq. Bax, deyir ki, x mənfi 3 olanda ən kiçik qiyməti 6-dır. Yenə deyirəm, ən kiçik qiymət n-dir. Demək, n-in qiyməti mənfi 5-dir. Hansı, nə vaxt x-in mənfi 3-dür olanda, demək, təpə nöqtənin absisidir. M-i mənfi 3-dür. Sonra x 0 olanda funksiyanın qiyməti, funksiya nədir? Y deməkdir. Demək, m mənfi 3-dür, n mənfi 5-dir, x 0-dır, y 13-dür. Aparıb ifadədə yerinə qoyun, hesablayın. Şuna 34-cü suala baxaq. 34-cü sualda necədir? Deyir ki, 2 mənfi 5 nöqtəsi bu funksiyanın simmetri oxu üzərindədir. Bu hissəyə diqqətli ol. Simmetri oxu nədir uşaqlar? Demək, m deməkdir. Demək, y bərabərdir m, simmetri oxu deməkdir. Bu sizin qaydanız olsun. Simmetriya oxu. Ayrı yazında siz birləşdirin. Aha. Demək, təpə nöqtə, demək, onda bu bizdə m nöqtəsidir. Bu da nədir? N-dır. Demək, mən m-yi tapacağım. Bu funksiyada m-yi tapıram. M bərabərdir nəyə? Mənfi b bölünsün 2a. İndi mənfi kəsir çəkirəm. B-yin yerində nə durubdur? K plus 2. 2a-dır da düzdür. A-nın da qiyməti mənfi 2-dir. 2 mənfi 2-yə vurur. Mənfi 4 bərabərdir. M-in də qiyməti 2-dir. Bərabərdir 2. Buradan K üstə gəl 2 bərabərdir 8-ə. K-nın qiyməti neçə oldu? 6. İndi nə edəsiniz? Gətirsiniz qəşəng. Burada qoyursunuz yerinə. Y bərabərdir. Mənfi 2x kvadrat üstə gəl. K-nın yerinə 6 qoysam olacaq 8x plus 2. Funksiyamı tapdım.
Deyir ki, təpə nöqtənin ordinatını tap. Təpə nöqtənin ordinatı yəni n-yi tap deməkdir. N. 4ac çıx b kvadrat bölünsün 4a bərabərdir. Qoyun yerinə. 4 vur -2 vurulsun 2 çıx. B-in 8-dir kvadrat 64 bölünsün 4a yəni -8. Bunu hesablayırsınız, cavabınız olacaq 10. Keçdik bu biri 35-i bir dənə başlıq izah edeyim və sonunda. Sildim. Oxuyuruq. Güya ki, izah eləməmişəm də sizə. Bax, deyir ki, funksiyanın qrafiki simmetri oxu üzərindədir. Demək, simmetri oxu üzərindədirsə, demək, birinci nöqtə olan M-dir, ikinci nöqtəmiz M-dir. Tez deyirik ki, simmetriya oxu demək M deməkdir. Demək, biz tapdıq ki, M-in qiyməti 1-dir. Onda M-in düsturu -B bölünsün 2A bərabər eləyəsən 1-ə. Demək, B hansıdır? X-in qabağında duranda. -, X-in qabağında durub M plus 3. 2A, A-nın qiyməti də burada heç nə yoxdur, 1, 2 bərabərdir 1. Buradan çarpaz tənasüb edirik. M plus 3 bərabərdir -2, mənfəni atdım bu tərəfə. M bərabər oldu -5. Gətirirsiniz, Y bərabərdir, X kvadrat. Bura -5 qoyanda eləyir -2, sıx 5. Təpə nöqtənin ordinatı, yəni eyni tapasınız. Demək, bunu belə də yaza bilərəm. X sıx 1-in kvadratı, çıx neçə? 6. Baxın, eyni şeyi verir. Eşitdə olan bu hissə n-imizdir. N neçədir? -6. İstəsəniz də bayaq 34 elədiyim ki, düsturla da yaza bilərsiniz. 4ac çıx b kvadrat bölünsün 4a ilə də yazmaq olar. 36-cı suala baxaq uşaqlar. 36-da nədir? Bizə deyir ki, deməli, bu tənliyin həqiqi kökü yoxdur. Demək, biz də bilirik ki, tənliyin həqiqi kökü nə vaxt olmur? Diskriminant 0-dan kiçik olanda. Demək, diskriminantı 0-dan kiçik eləyirəm. Düsturumuz b kvadrat minus 4ac-dir. Bunu kiçik 0 elədim. B kvadrat kiçikdir 4ac oldu. İndi buradan sən nəyə bilməlisən? B nə olur olsun, üstündə kvadrat varsa, mütləq sol tərəf müsbətdir. Demək, bura müsbətdir. Müsbət ədəd kiçikdirsə 4ac-dən, demək, bu aynən biri müsbət, biri mənfi heç vaxt ola bilməz. Çünki biri müsbət, ya bu müsbət, bu mənfi ola bilməz. Çünki bu tərəf onda mənfi olar, müsbət də mənfidən kiçik olmaz. Demək, bu hissəni başa düşdünüz. İndi, demək, mən buradan bildim ki, demək, bu aynən ya ikisi də müsbətdir ki, məsələn, fərz elə ki, bura 4-dür, bura 2-dir, 4 2-dən kiçik olubdur. Və yaxud da ki, bundan ikisi də mənfidir ki, mənfiyə vurub yenə müsbət olubdur. İnşallah ki, bu hissəni başa düşdünüz. Rəqəm qoyun, özünüz oradan görün necə oldu o. Yaxşı, bunlar ya da ikisi də mənfidir. İndi bizdən nəyə soruşub? Deyir ki, S-nin ən böyük tam qiyməti. İndi S əgər müsbətdirsə, müsbət ədədlər 1-dən başlayır, sonsuzluğa qədər. Mən nə bilim, bunun ən böyük qiyməti neçədir? Demək, ona görə mən bildim ki, S nəymiş? Mənfi. Demək, mənfi ədəddirsə, bilirsən ki, mənfi ədədlər -1, -2, -3 belə başlayır. Demək, bunların içində ən böyük olan hansıdır? -1 olacaq. Demək, doğru cavab B məndədir. İndi belə bir şey dediyimdə, həmişə də ödəyəcək özdə. Lap bu sual belə düşdü, tez eləmək istəyirsənsə, belə fikirləş. Səndən soruşubdur ki, deyir ki, A plus B plus C 0-dan kiçikdir. C-nin ən böyük tam qiyməti, düzdür? Bu hissəyə bir dənə bax, bax. C 0-dan kiçikdir. 0-dan kiçik ən böyük qiymət hansıdır? -1 və s. Keçdik bu birinə. Həqiqi kökü yoxdur, yenə bayaq kimi izah eləmirəm. Deyir, C-nin ən kiçik qiyməti, yenə bu axır hissəyə bax. C 0-dan böyükdür. 0-dan böyük hansı ədədlər var? 1, 2, 3, 4 belə. Bunların içində ən kiçiyi hansıdır? 1. Buna bax. Qısaca belə ilə rahat olasın. İndi 38-ci sualımıza baxaq. 38-ci sual nə deyir uşaqlar? Bunun qaydası var. Qaydanı dəftərinizə yazın. Demək, AX kvadrat plus BX plus C bərabərsizlik formasında olanda, kvadratik belə deyim də formada olanlarda. Demək, həmişə müsbət olması üçün, müsbət qiymət alması üçün, müsbət qiymət alması üçün, özəl qeyd edilən alması üçün, yəni, müsbət qiymət almaq nə deməkdir ki, yəni, AX kvadrat BX plus C-nin 0-dan böyük olması üçün şərt nədir qaydamız? Demək, A böyükdür 0 olacaq, diskriminant 0-dan kiçik olacaq. Bu qaydanı əzbərlə. İndi, bir də deyərsən ki, ay mən bəlkə deyəcək mənfi olsun. İndi ikinci qaydaya yaz. AX kvadrat BX plus C həmişə mənfi olması üçün, həmişə mənfi qiymət alması üçün, sən özün sağdalı yaz, qiymət alması üçün
İndi qayda nədir? Deməli, ax kvadrat bx plus c kiçikdir 0 dedim də, çünki mənfi demişəm. İndi nə edəcəksən? A kiçikdir 0, d kiçikdir 0. Bax, qaydaya fikir ver. İkisində də diskriminant 0-dan kiçik olacaq. Əsas buna fikir ver. Mənfi deyəndə A mənfi olur. Əgər müsbət deyirsə, A müsbət olacaq. Qaydanı belə yadda saxla. İndi bunu silirəm. Gəlin misalımızı eləyək. Görək hələ misalda necə eləyirik deyirsiniz. İkinci qrupun qəbul sualıdır uşaqlar. İndi oxuyuram sualı. Deyir ki, M parametrin hansı qiymətində x-in istənilən qiymətində müsbət qiymət alsın. Demək, müsbət qiymət alan kimi tez deyirəm ki, A müsbət olacaq. Sonra istənilən həqiqi qiymət, istənilən sözü harda gördüksə, diskriminant 0-dan nə olacaqdır? Kiçik olacaq. İndi başlayaq həll eləyək. Demək, A əmsalı bizdə hansıdır burada? A əmsalı x kvadratın qabağıdır. Yəni, m plus 2-ni böyükdür 0 eləyəsin. M böyükdür mənfi 2-dən. Bu bir cibdə qalsın. İkinci uşaqlar, diskriminant 0-dan kiçik olmalıdır. Biraz kiçildim. Demək, diskriminantın düsturu b kvadrat minus 4a ise kiçikdir 0. B'im m plus 2'dir. M plus 2'nin kvadratı çıx 4. A'nın yerində m plus 2 var. C'nin yerində də m minus 2 var. Kiçikdir 0. Fikir ver, burada da m plus 2 var, burada da m plus 2 var. M plus 2'ni ortaya çıxardıram. Sonra, indi burada kvadratı idi axı, birini götürmüşəm deyə m plus 2'nin biri qaldı, çıx. Buradan bu m plus 2'ni götürəndə bir buradakı 4 qaldı, fikir ver, baba 4 qalıb, bir də bu qalıb. Ona görə 4'ü vuram, açıram elə 4m və 4'ü vurdum m-ə, bir də 4'ü vuram bura. Mənfi olduğuna görə üstəcə 8 yazıram, kiçikdir 0. Sonra, demək buradan m plus 2, bu m-dən 4m çıxırsa, mənfi 3m plus 6, kiçikdir 0. Nə vaxt ki, hasil varsa, 0 varsa, mütləq interval üsulu nə edirsiniz? İnterval üsulu nədir? Ayrı-ayrı sıfırlara bərabər edirik, köklərini tapırıq. Aha. Sonra ədəd oxu çəkirsiniz, mənfi 2 ilə 2-ni qeyd edirsiniz. Sonra uşaqlar 2-dən sağ tərəfdə ürəyi istəyən bir rəqəm götürürsünüz. Məsələn, mən 100 götürürəm. O 100-ü birinci mötərizədə qoyuram yerinə. 100-ün üstünə 2 deyərəm. 102 müsbət. Mənə müsbətliyi lazımdır. Bura 100 qoysam. Mənfi 300, üstə gəl 6, mənfi eləyir, bura mənfi. Müsbəti mənfiyə vuranda nə verəcək mənfi? 100-ü mən burada. Bura mənfi tapdınsa, indi cebidində yoxlayaq da, bəlkə heç bilmirsən onu. İndi mənfi 2 ilə, mənfi 3 idi də bura. 3m plus 6 idi. İndi 0 qoyaq uşaqlar. 0 qoysaq, 0-ın üstə gələndə müsbət. Bura 0 qoyanda, 3'ü 0-a vuranda 0, 6 da gələndə yenə müsbət. Müsbət nə oldu? Müsbət bura mənfi. Sonra nə edəsən? Baxasən misalın şərtinə. Nəyi soruşub səndən? Kiçik 0. Kiçik 0 olanda, yəni mənfi olan yerləri rəngləyin. Demək, sizin həlliniz oldu. Mənfi sonsuzluq, mənfi 2, birləşmə. 2-dən nəyə uşaqlar? Müsbət sonsuzluğa. İndi siz nəyə fikir verin? Burada bizdə şərtdə verilmiş birinci tapmışdıq ki, en böyük olmalıdır. Nədən? Mənfi 2-dən. Bax, bu hissəyə fikir verin. Demək, onda mənfi 2-dən kiçikləri götürmürük. Cavabımız nə olacaq onda? 2-dən müsbət sonsuzluğa. Nəsə hesablama səhv elədim. Bir təzdən özüm tapım səhvimi. Bildim. Burada səhvi, burada eləmişəm. Fikir verin. Burada 2-dir, burada 8-dir. Götürüb 6 yazmışam. Bura 10 eləyir. 10'dur. Onda bu da 10 olacaq. 10 bölünsün 3 olacaq. O da 3'tan 3'də 1 eləyir. Bu 2-ni 3'tan 3'də 1 eləyək. Buradakı 2-ni də 3'tan 3'də 1. Deməli, demək, mənfi 2-dən kiçikləri x-dədim. Demək, həllim nə oldu? 3'tan 3'də 1-dən müsbət sonsuzluğa. Bizdə də baxırıq varianta, m böyükdür, 3'tan 3'də 1. Abərdən götürürsünüz. Birində eləyəcəm bundan, çünki bu biraz çətin sualdır. Çətin deyil, hesablamağa güclü olan uşaqlar eləyə bilər, yəni zəif uşaq bunu eləyə bilməz. Keçdik bu bir sual oxuyaq. Deyir ki, ifadə mənfi olsun. Dedik, mənfi olanda nə edəsən? H0-da kiçik olacaq. İstənilən qiymət, həqiqi qiymət görəndə nə edəsən? Diskriminant 0-dan kiçik eləyəsən. İndi, A-ın qiyməti n-dir, kvadratın qabağında duran A olur. B, x-in qabağında durandır, m-2-dir. C isə yenə m-2-dir. İndi, diskriminantımız dedik ki, 0-dan kiçik olmalıdır. Düsturu yazıram. B kvadrat çıx 4ac kiçikdir 0. B m-2'dir. M-2'nin kvadratı çıx 4 vurulsun A-ın yerində n, C-nin yerinə m-2 kiçikdir 0. M-2'ni ortaya çıxardırsınız.
Hə, uşaqlar n-2-ni ortaq çıxartdım. Burada 2 dənə əldə edir, bir dənə n-2 qaldı. Buradakı n-2-ni çıxartmışam deyə elə 4n qaldı, kiçikdir 0. Burada n-2, n-dən 4n çıxanda -3n-2 kiçikdir 0. Bayaq dediyim kimi, yenə bərabərsizlikləri həll edəndə ayrı-ayrı birinci sıfıra bərabər eləyir. Buradan 2 alıram, bunu sıfıra bərabər eləyəndə n-i tapıram -3-də 2. Düz xətt çəkdik, koordinatlarımızı, aldığımız nöqtələri qeyd edirik. Ortada 0 var da, düzdür, 0 qoyaq görək, 0-dan 2-sini çıxanda nə verir bizə? Mənfi, bura mənfi. N-i yerinə 0 qoyanda burada mənfi, mənfiyə vuranda müsbət. Demək, 0 götürdüyün yerə müsbət qoy. Onda sollara çıxmaları qoy. Sonra ən kiçik şərtə baxırsan. Kiçik 0 dediyinə görə, yəni mənfi olan yeri rənglə. Yəni bizdən istəyir rənglənən yer. Mənfi sonsuzluq -3-də 2 birləşir 2-dən müsbət sonsuzluğa. İndi deyəsən ki, müəllimə A 0-dan kiçikdə demişdi axı. İndi A hansıdır? N. Demək, bir qıraqda da yazıram ki, N 0-dan kiçik olmalıdır. N 0-dan kiçikdirsə, yəni mənfi ədəd olmalıdır. Demək, onda 2-dən müsbət sonsuzluq həllə ödəməyəcək. Demək, cavab nə oldu? Mənfi sonsuzluq -3-də 2. Demək, N -3-də 2-dən nə olacaq? Kiçiklər olacaq. Yəni, ancaq qaydadır da, qaydaları mütləq güclü bilmək lazımdır. Uşaqlar, 40-cı suala baxaq. 40-da demək olar ki, təmiz qaydadır. Nədir? Baxın hələ, bir dənə kvadrat tənlik deyək sizə. Məsələn, 4x plus 2 bərabərdir 0. Bunu həll edək. Diskriminant bərabərdir 16 çıx 8 bərabərdir 8 üstü. Buradan x1 bərabərdir 4 üstəgəl kök 8 bölünsün 2. Bunu da 4 üstəgəl kök 8 də 4 vuraq 2 olduğuna görə 2 kök 2 bölü 2 bərabərdir. Sonra hədbəd bölsək 4-ü 2-yə böləndə 2, 2 kök 2-yə böləndə kök 2. İndi gəlin x2-ni tapaq. 4 minus kök 8 bölü 2, yəni 4 minus 2 kök 2 bölü 2, tək-tək böləndə yenə hədbəd 2 minus kök 2. Bunu niyə yazıram sənə? Fikir verir ələr. Diskriminant nə oldu? 8. 8-dən kök çıxmadı, düzdür? Yəni irrasional oldu. İrrasionallar, yəni əgər diskriminantdan kök çıxmırsa, irrasional olursa, indi köklərə fikir verələr. 2 üstəgəl kök 2, bir də nə oldu? 2 minus kök 2. Fikir ver, sadəcə kök altıların işarəsi dəyişdi, gördünüz? Demək, onda biz belə qayda yazaq ki, əgər köklər irrasional olarsa, onda x birim a üstəgəl kök b-dirsə, x2 a minus kök b olacaq. Sadəcə kök altının işarəsini dəyişin, diqqətli olun. Olur, imtahanlarda özləri qəsdən belə verir. Deyir, tənliyin köklərindən biri, məsələn, kök 5 plus 2-dir. Uşaq çaşır, tezliyi o biri kök 5 sıx 2 olacaq. Xeyr, o biri mənfi kök 5 üstəgəl 2 olacaq. Ancaq kökün işarəsini dəyiş. Özə oradan ipucu yaz ki, ancaq kökün işarəsini dəyiş. Bu sənin qaydan. Əgər bunu bildinsə, indi getdik misalımızı eləməyə. Gör, necə asan bir misaldır. Deyəsən ki, bu necə rahat imiş. Bax, deyək ki, funksiyanın qrafiki OX oxunu apsisi, apsis nə deməkdir ki, yəni x-i, kök 3 çıx 1-in kvadratıdır. Kök 3 çıx 1-in kvadratı. Gəl, indi bunu açaq. Bərabərdir. Kök 3 çıx 1-in kvadratını açaq. Birincinin kvadratı 3, birincinin ikincinin hasilini 2 misli üstü, ikinci kvadratı. Bu da verdi bizə 4 minus 2 kök 3 gördün. İndi qaydanı deyirsən, əgər bir köküm 4 minus 2 kök 3-dürsə, o biri köküm 4 üstəgəl 2 kök 3 olacaq. Bu qaydanı bildim axı. Misal qutardı. İndi bizdən bax, bu verilibdir ki, y bərabərdir x kvadrat plus px plus 2. x1 plus x2 bizə mənfi p vermir. Gətir qoy yerinə də x1-in hansıdırsa 4 minus 2 kök 3. 4 minus 2 kök 3. Sildim ya. Təzdən yazım. 4 minus 2 kök 3. Üstəgəl, o biri necədir? 4 plus 2 kök 3 bərabərdir mənfi p-yə. 2 kök 3-lər getdi, p bərabər oldu mənfi 8. İndi x1 bura x2 nəyə bərabərdir? S-yə, v teoreminə görə. Demək, 4 minus 2 kök 3-ü 4 plus 2 kök 3-ə vuranda bizə S verir. Düsturumuzu yadımıza salaq. Əgər a minus b, a plus b görürüksə, eyni ədədlər. Neyniyəsiz? Toplamanı siləsiz, çıxmalara üstünə kvadrat qoyasınız. Demək, 1 minus 1 minus plusu gördüm, plusu sildim.
Bunların üstünə kvadrat qoyuram tez. 4-ün kvadratı 16, 2 kök 3-ün kvadratı 12 bərabərdir S. S-də neçə oldu? 4. S 4-dür, P neçədir? -8. Vəssalam. Yəni, sənin burada bilməyin lazım idi ki, tənliyin kökü əgər irrasional kökdürsə, digər kökü də sadəcə kök altın işarəsini tapıb yaza bilərəm. Yəni, işarəsini dəyişib yaza bilərəm, belə deyək. 41-ci sual uşaqlar nə deyir bizə? Demək, qaydadır yenə. Əgər A əmsalı 0-dan kiçikdirsə, ən böyük qiymət dedikdə E-ni tapasan. E-nin də düsturunu bilsən, qoy yerinə. Yenə fikir ver, A 0-dan kiçikdirsə, demək, bu ifadənin ən böyük qiyməti var, E-ni tapasan. Birdən deyərsən ki, müəllimə, birdən ən kiçikdirsə, uşaqlar, mən bunu tapa bilmərəm. Çünki bunun qarşısı mənfidir, get-gedə azalan bir şeydir. Bu azalıb, hara qədər azalacaq? Mən onu bilmərəm, axı bu ən kiçiyi deməli yoxdur, bilmirik, sonsuzluqdur. Amma ən böyüyünü tapmaq olar. Deməli, onda qayda çıxardaq ki, A 0-dan böyük olduqda nəyin tapırıq? Ən kiçik qiyməti tapılır N-dən. A 0-dan kiçik olanda ən böyük qiyməti tapılır, yenə nə ilə? N-dən tapılır. İkisi də N-dən tapılır. Demək, ən böyük də desə, ən kiçik də desə, N-dən tapasınız. Sadəcə, müsbətdirsə, ən kiçiyini tapasınız, mənfidirsə, ən böyüyünü tapasınız. Yaxşı, indi keçdik bu bir sualımıza. Deyir ki, 3 ilə 15-dən keçir. Demək, x-in yerinə 3 qoyuruq. 9, üstəgəl 3, plus c bərabər edirsiniz 15-ə. Buradan c 12-dən 15-dən də 12-sini çıxırsınız 3. C 3 oldu. Demək, y bərabərdir x kvadrat plus 2 plus 3. Deyir, təpə nöqtənin koordinatlarını. Təpə nöqtə nə deməkdir ki, m-lə n-də də m-lə n-izi tapın. Yəni, bunlar asan suallardır. Mən boşuna vaxtımı aparmayayım. Keçdik 4-ə. Deyir ki, funksiyanın ən kiçik qiyməti 6-dır. İncizə dedim ki, funksiyanın ən kiçik deyəndə, ən böyük deyəndə n-i tapasın. N nəyə bərabərdir? 6-ya. Düsturu yazırsan 4ac çıx b kvadrat bölünsün 4a bərabərdir 6. İndi a hansıdır? Kvadratın qabağında a-nın yerinə 1 qoyasan, b-nin yerinə -2 qoyasan, c-nin yerinə nə qoyasan? P qoyub misalı hesablayasan. 4ac a1'dir, bu p'dir. Oldu 4p çıx b kvadrat, yəni 4 bölünsün 4 bərabərdir 6. Çarpaz tənasübü həll elə geçsin. 45 də eynidir. Ən böyük qiyməti 5-dirsə, demək n 5-dir. N düsturunu yaz, qoy yerinə. Keçdik 46-cı sualı izah eləyək. 46-da deyir ki, n parametrin hansı qiymətində absis oxunduğuna koordinat başlanğıcında solda toxunur. Tamam, bax. Bu sənin absis oxun, düzdür. Absis oxuna deyir, toxunsun, özdə koordinat başlanğıcından solda haradır bu tərəf? Demək, bu buradan keçməlidir, görürsən? Keçdiyi yerdə, indi bu təpə nöqtə deyildi, qatlanan yer. Bura bizdə m idi da, x düzdür. Demək, m onda nə imiş? 0-dan kiçik. Niyə? Çünki x-i mənfi tərəfində. Sən desəm n deyəsən ki, yoxdur, 0-dır. Niyə? N, y oxun kəsi. Bu y-ə dəymir ki, demək, m 0-dan kiçikdir, n 0-dır. Və salam. İndi m-in düsturu nədir? Mənfi b bölünsün 2a-nı kiçikdir 0 eləyirik. N-in də düsturu nədir? 0. N 0 olanda, yəni diskriminant 0-dır da, tez diskriminantı 0 eləyəcək. İndi gəlin bu misalı yazaq. Demək, A əmsalımız hansıdır? 1, B hansıdır? 2m plus 2, C neçədir uşaqlar? 1 minus 4m, düzdür. İndi mənfi B bölünsün 2a, yəni 2, kiçikdir 0-dan. Çarpaz tənasüb eləsən, mənfi 2m çıx 2, kiçikdir 0, çünki 2-nin 0 avrandı 0 eləyir. Mənfi 2m kiçikdir 2-dən, m böyükdür, necə aldım? Mənfi 1-dən. Vəssalam. Nəyə soruşur bizdən? Hansı qiymətində? Demək, m mənfi 1-dən böyük qiymət. Deyək ki, m parametri hansı? Asin koordinatdan solda olacaq, m mənfi 1-dən böyük olacaq, m neçə olacaq uşaqlarım? 0 olanda. Yəqin ki, inşallah ki, başa düşdünüz. Yaxşı. İkinciyə baxaq, 47-ci sualı. 47-də nə deyir? Deyir, simmetri oxunun tənliyi mənfi 3-dür. Bayaq demişdim, simmetri oxu nə deməkdir? M deməkdir. Demək, m mənfi 3-dür. İndi bu tənlikdə, burada, bu funksiyada A, B, S-ni yazaq. A neçədir? 1. B neçədir? M minus 1. C neçədir? N. M mənfi 3 deyil, m-in düsturunu yaz. Mənfi B bölünsün 2A bərabərdir mənfi 3-ə. Mənfilər geçsin. B-in yerinə m çıx 1 bölü 2 bərabərdir 3. Buradan m çıx 1 bərabərdir 6-ya.
M də neçə olacaq? 7. M-i tapdıq 7. İndi gəlin qoyaq yerinə, M-in yerinə 7-ni qoyaq. Demək, Y bərabərdir. X kvadrat. Bura 7 qoyanda 7-dən 1-ni çıxıram. 6x plus n. İndi uşaqlar deyil, təpə nöqtə apsis oxun üzərindədir. Yenə dediyim kimi, təpə nöqtə apsin üzərindədir. Ya buradadır, ya buradadır. Demək, belə olanda nə olurdu? M var idi. Burada M müsbətdir. Bətdə də sildim. Yaxşı, təzdən buranı göstərim. Bu sual idi da deyəsən. Başlayın. Aha. Bax, təpə nöqtə apsis oxun üzərindədirsə, demək, ya bu buradan keçibdir, ya buradan keçibdir. Buradan keçəndə bunun M-i müsbətdir, N-i 0-dır. Buradan keçəndə isə M-i mənfidir, N-i nədir? 0-dır. Yaxşı, uşaqlar, qələmimi qarışdırmışdım, ona görə dayandırdım, bir də təzən çəkirəm. Bu hissələr demişdim onsuz. Demək, dediyimiz kimi, simetri oxun tənliyi deyəndə M deməkdir, M mənfi 3-dür. Funksiyamı köçürdüm, A əmsalı kvadratın qarşısına duran 1-dir, B əmsalı x-in qarşısıdır, C də isə n-dır. Buradan M mənfi 3-dür deyə mənfi B bölünsün 2A bərabərdir, mənfi 3 yazdım. Çarpaz tənasübdə M-in qiymətini 7 tapıram. Y bərabərdir, x kvadrat 7-dən 1-ni çıxıram, 6x plus n. Bura qədər bildik. Apsis oxu üzərində olanda dedik ki, bayaq nə olmalıdır? Diskriminant, yəni n 0 olacaq. Yəni fərq yoxdur, ikisi də eyni şeydir, yəni. Eyni şey deyəndə belədir, düzdür. N mənfi D bölünsün 4-adır. Bunu 0-a bərabər eləyəndə kəsir nə vaxt 0 olur? Sürət 0 olanda, yəni diskriminant 0 olanda. İndi diskriminantı 0 eləyək. B kvadrat çıx 4AC bərabər 0. B 6-dır. 36 çıx 4N bərabərdir 0. 4N bərabərdir 36. N də tapdınız 9. N 9-dur, M də 7-dir. İkisinin cəmini soruşur. 48-də simetri oxu x mənfi 2-dir. Yəni M-in qiyməti mənfi 2-dir. M mənfi B bölünsün 2A-nı bərabərlə mənfi 2-yə buradan P-yi tap. P-yi tapandan sonra qoyasan yerinə. D təpə nöqtə apsin üzərindədir. Bir də diskriminantı 0-a bərabər eləyib oradan Q-yu tapasın. Keçdik bu birinə. D funksiyanın qrafiki apsis oxuna toxunur. Yenə 51 dəfə dedik bunu. Apsis oxuna toxunursa, demək bunun diskriminantını 0 eləsin. Diskriminant bərabər olacaq 0-a. İndi diskriminantını 0 ilə bərabərləmək üçün neyini? 49-cu sualda. Demək, birinci əmsalları yazın həmişə. A əmsalı 2K çıx 5-dir. B əmsalı mənfi 2 vurulsun, K çıx 1-dir. C əmsalı da 3-dür. İndi bunu mötərizəni vurub açın, mənfi 2K plus 2 yazın. İndi düsturumuzda B kvadrat minus 4AC bərabər 0 olduğundan B-yi götürürəm. Mənfi 2K plus 2-nin kvadratı çıx 4 C-də 3-dür deyərək 12 yazıram. 12 vurulsun 2K çıx 5 bərabərdir 0. Mötərizəni açırsınız. 4K kvadrat 4-2 8K plus 4 çıx 24K üstə gəl 60 bərabərdir 0. Buradan 4K kvadrat 24 ilə 8 32K plus 64 bərabər 0. Hamısı 4-ə bölünür. K kvadrat çıx 8K plus 16 bərabərdir 0. Buradan K minus 4-ün kvadratıdır. Bərabər 0. K-yı necə tapırsınız? 4. Demək, K-nın qiyməti neçəymiş? 4-ymüş. Və salam, yadda saxlayın. Əgər funksiya apsis oxuna toxunursa, deməli, belə ola bilər, belə ola bilər, belə olar, belə olar. Demək, mütləq diskriminantını eləyəsiniz, 0-a bərabər eləyəsiniz. İndi belə olması da, baxarsan da, desəz ki, apsisi müsbətdir, A müsbətdirsə desin, M-i müsbətdir. Burada M mənfidir, çünki X-i mənfidir. Bunlarda isə M müsbətdir. Sonra 50-ci sual deyilədir, apsis oxuna toxunur. 51-ci suala baxaq. Əzbərləməyin də funksiyanı dərk eləmək lazımdır. İndi 51-ə bax. 51-də deyir ki, parabolanın təpə nöqtəsi birinci rübdə yerləşsin. Bax, birinci rübdə yerləşən birinci rüb buradır. Demək, bu parabolanın təpə nöqtəsi belə bir şeydir. Demir, ha, toxunur. Toxunur desəydi, gətirib buraya yapışdıracaqdım. Demək, indi burada yerləşibsə, bunu belə qırıq-qırıq çəksə, bura M-dır, buradan burada nədir N? Demək, gördüyün kimi M-da müsbətdir, N-da nədir? Müsbətdir. Ona görə, demək, M-yi də 0-dan böyük eləyəsən, N-yi də 0-dan böyük eləyəsən. M-in düsturu, birinci əmsallarımızı yazaq yenə. A1-dir, B, mötərizəni açıram, 2M çıx 10-dur, C də M kvadratdır. İndi M böyükdür 0-dırsa, mənfi B bölünsün, 2A böyükdür 0. Mənfi B-nin yerinə 2M çıx 10 bölü 2 böyükdür 0.
Çarpaz vursanız 2m çıx 10 böyükdür 0, m böyükdür 5-dən. Bu bitdi. İndi bir dəfə də n indüstron yazacağıq uşaqlar. Ən kiçik, elə m-in 5-dən kiçik böyük. İndi də uşaqlar bilirsiniz, m-i bitirdik. İndi n böyükdür 0. N böyükdür 0 deyirsə, n-in düsturu necə idi? 4ac çıx 1 kvadrat bölünsün 4-ə böyükdür 0. İndi 4a1-dir, c də m-dir deyə 4m kvadrat çıx 2m çıx 10-un kvadratı bölünsün 4 böyükdür 0. Buradan 4m kvadrat çıx, bu düstur açaq 4m kvadrat üstəgəl 2 10 20 40m çıx 100 böyükdür 0. Bunlar getdi. 40m böyükdür 100-dən, m də böyükdür 100 bölünsün 40-dan. Yəni m böyükdür 2 tam 40-da 80 20 qalıq 20. Hə, 2 tam nəmliyyətdən böyük. Demək biz aldıq 2 tam 2-də 1-də elə bir 40-dan 20 çıxacaq. 2 tam 2-də 1-dən böyüklər. Bir də nə aldıq? 5-dən böyüklər. 5-dən böyüklər. Onda bizim həllimiz 5-dən böyüklər olmalıdır. Ən kiçik də deyirsə 6. Hesab səhv eləmədim görürsün. Bir də baxım. Uşaqlar səhvim vardı. Bəlkə siz yazdıqca səhvimi görübsünüz. Baxanalar. Burada görürsünüz mənfi var. Mənfiyə fikir verməmişəm. Çarpaz tənasib vurmuşam. İşarəni dəyişməmişəm. Bax, buram birdən çıxardım kənar eləyə. Bax, mənfini verin yuxarıya. Mənfi 2. Mənfini mənfiyə vurun. Üstəgəl 10. Çarpaz tənasibində böyükdür 0. Mənfi 2 böyükdür mənfi 10. M kiçikdir. Mənfi 10-u mənfi görəndə 5. Müsbət 5. M kiçikdir 5-dən. Demək, indi bu hissəni silin. Bura düzdür onsuz. Demək, aldım ki, 2 tam 2-də 1-dən böyüklər. Bir də 5-dən kiçiklər. Demək, 2 tam 2-də 1-dən böyük 5-dən kiçik hansı ədədlər var? 3-dən 4 olacaq. Ən kiçik deyirsə, cavabımız 3 olacaq. Yaxşı, əldə ikinci sualda yazaq. Qapalı suallardan sonuncu sualımızdır, bitirək. Demək, burada siz nəyə fikir verməlisiniz? 2 dənə funksiya var. Gördüyünüz kimi, məsələn, birinci bu funksiyaya fikir verin, C funksiyasına. Demək, bu 3 nöqtəsindən keçibdir. Demək, burada da bir nöqtə var, bilmirik də o hansı bir nöqtə olduğunu. Burada bir dənə C qoyaq. Bilirsiniz, sonsuz C y-i kəsdiyi nöqtədir. Demək, onda bunun funksiyasını quraq. Cx bərabərdir. A vurulsun, x sıx 3-ün kvadratı. Çünki bircə dənə 3 var da, bunun çünki bir yerdə toxunur. İndi f funksiyasına baxaq. Fx bərabərdir. F funksiyası isə belə bir xəttdir. Paraboladır. Bura mənfi 5-dir, bura mənfi 1. Onda düsturumuz olacaq, burada d olacaq. Çünki c-yə fikir verin, qabağına d əmsalıdır. İndi f-da isə birinci olan a əmsalıdır. Ona görə a yazacağım. a vurulsun, x sıx mənfi 1 olduğuna görə üstəgəl 1, bir də x üstəgəl 5. Bura qədər yəqin ki, sorunuz yoxdur. İndi nə edəsiniz? Funksiyaya fikir verin. Demək, biz demişik ki, bu nöqtə y-imizdir. Demək, y-in c qiyməti alanda x nə olmalıdır? 0. Demək, x-dən yerinə 0 qoyaq. X-in yerinə burada 0 qoysam, 0-dan 3-ün çıxıram. 3 kvadratı 9d. Demək, 9d bərabərdir c-yə. İndi də burada x-dən yana 0 qoyuram. 1, bir də 5. Olur 5a bərabərdir c. Demək, ikisi də c-dir deyə. Demək, 9d bərabərdir 5a edirik. Ən kiçik qiymət dediyinə görə, demək, onda d-yə 5 götürək. A-ya neçə qoyuruq? 9. Bunları tapdıq. İndi təzədən funksiyalarda qoyaq yerinə. Cx bərabərdir. D 5-dir. 5 vurulsun, x sıx 3-ün kvadratı. Bir də fx də qoyaq. Fx də bərabərdir. A-nın yerinə 9 yazırıq. 9 vurulsun, x plus 1, x plus 5. 2 funksiyanı da tapdıq. Bizdən nəyi soruşubdur? D, c-nin ən kiçik. C-də, bayaq burada dedik, yaxı, y bizə nəyi verir? C-yi. Y bərabərdir c. Yəni, x də 0 olanda. İndi x-in yerinə 0 qoy, hansında qoysan qoy, eyni cavab alasın. Bu x-in yerinə 0 qoysam, 9, 5, c neçə oldu? 45. Bura 0 qoysam, 5, 9, neçə elədi? 45. Demək ki, ən kiçik qiyməti 45 imiş. Bunlar da asandır da, uşaqlar. Təpə nöqtəsi deyəndə, yəni m-ilə bütün funksiyaların bunun da həm m-ini tapasız, həm n-ini tapasız təpə nöqtəsidir. Artıb azalma isə artma, azalma m-ilə tapılır. Sadəcə m artmadır, nətərdir? Belə deyim də sizə, a müsbətdirsə,
Deyək ki, qubunu izah edin. Bax. Məsələn, y bərabərdir x plus 3-ün kvadratı plus 9, 3, 12. Aha. Demək, bunu belə çəkdiniz. Deyim, hesablamada səhv eləmədim. X kvadrat 9, 12. Aha. Demək, x mənfi 3-dür. Buradan da 3-dür. Tapdıq. Kəsmə nöqtəsini tapandan sonra belə çəkdiniz. Sonra nə edirsiniz? Baxın, bu ucu bura mənfi sonsuzluq yazırsınız. Bura müsbət sonsuzluq, burada mənfi 3-dür. Demək, bu funksiyanın bu hissəsinə fikir verin. Bu qara elədiyimi yenir aşağı. Demək, mənfi sonsuzluqdan mənfi 3 kimi daxildə azalır. Demək, mənfi 3-dən yuxarıya isə nə edəcək? Artacaq. Demək, ikinciyə aid deyil bu. Gəl üçüncü eləyək. Y bərabərdir. X sıx 8-dirsə 4 qoy yarısı. X kvadratsız 8 plus 2 yazdım. İndi 4'ü buradan da 2'ni qeyd elədin. Tapdın, qrafiki çəkirsən. Qrafiki çəkəndə fikir ver, bu qırmızı olan yer azalır. Bu mavi olan yer artır. Bura müsbət sonsuzluqdur, bura mənfi sonsuzluq. Demək, mənfi sonsuzluqdan m-ya baxıraq 4-ə. Neynədir bu funksiya? Azalır, qapalı. 4-dən müsbət sonsuzluğa neynədir? Artır. Və salam, oradan tapa bilərsiniz. Demək, C bəndə olacaq.